Hər vaxtınız xeyir əziz izləyicilər. Bu günləri qəlyanaltı hazırlamışam. Üzəri xırçıltılı, içərisi isə yumşaq, çox ləzzətli. Siz də bu cür gözəl qəlyanaltılar hazırlamaq istəyirsinizsə ekrana yaxın əyləşin. Keçək hazırlama qaydasına. Əvvəlcə bir tavaya azca duru yağ əlavə eləmişəm. Zeytun yağından istifadə eləmişəm mən burada və 300 qram sinə ətini xırda-xırda doğrayıb yağda qovururam. Qeyd edim ki, əti çox qızartmıram ki, quru olmasın. Sadəcə qovururam, bəs eləyir. Daha sonra yarım kiloqram üzərinə doğramış göbələyi əlavə eləyirəm. Göbələyini əlavə eləyəndən sonra qazın xodunu verirəm ki, çox suyunu çıxarmasın. Bir ədəd yaşıl, bir ədəd qırmızı biber, tuz istiotunu da əlavə edib qəşəng bunları qovururam. Qovurduqdan sonra qoyuram bir kənara. Soyuyur. Soyuyandan sonra üzərinə hardasa 3 xörək qaşığı mayonez əlavə eləyirəm. Mayonezi burada özüm hazırlamışam. Tərkibində sarımsaq var. Çox gözəl ətri gəlir mayonezin və bu içliyə çox gözəl də yaraşır sarımsaqlı mayonez. Sonra 150 qram süd gəzdən keçirilmiş Holland pendiri əlavə eləmişəm və gördüyünüz kimi lavaşlara bükürəm. Bu lavaşlar da hazır marketlərdə satılır. Həm bu formada çiğ lavaşlar, həm adi bişmiş lavaşlardan da istifadə eləmək olar. Burada da əziz xanımlar, siz pendirinin miqdarını artıra bilərsiniz, daha artıq eləyə bilərsiniz ki, yəni lavaşı kəsəndə, yeyəndə, yəni pendir içərisində daha çox uzansın, dartılsın belə deyək. Yəni istədiyiniz qədər pendirini əlavə eləyə bilərsiniz. Amma bunu da qeyd edeyim ki, bunun içərisinə ki mayonez vurmuşam. Həmən mayonezi özüm hazırlamışam. Tərkibində sarımsaq olduğuna görə xüsusi buna dad verir, xüsusi ətir verir buna. Yəni mükəmməl dadı var həqiqətən də. Bütün lavaşları bükdükdən sonra 3 ədəd yumurtanı bir qaba əlavə edib, duzunu da əlavə edib qəşəng qarışdırıram. Ondan sonra bu qəlyanaltıları yumurtaya bulaşdırıb, daha sonra suxarıya bulaşdırıram. Burada da suxarını mən marketdən almamışam, özüm hazırlamışam. Yəni evdə olur, mağazadan aldığımız çörəklərdən qalır. Ola bilir biraz bayat olur, dünənki çörək bu günə qalanda məsəl üçün olur da. Həmən çörəklərdən doğrayıram qəşəng xırda-xırda. Sobada qızardıram o üz bu üz. Sonra ət maşınından keçirdirəm və hazır suxar olur. Bir bankaya əlavə edib soyuducuda saxlayıram. Belə lazım olanda hər dəfə istifadə edirəm. Yəni tövsiyə edərdim ki, siz də bu cür hazırlayasınız. Bütün qəlyanaltıları bu cür yumurtaya batırıb, suxarıya batırıb, daha sonra qızardıram. Burada zeytun yağından istifadə eləmişəm. İstədiyiniz yağdan istifadə eləyə bilərsiniz. Tavanın altına çox xod verməmişəm ki, belə çox tez ütülməsin bizim bu lavaşlar. Yəni kıvamında qəşəng qızarsın da, yəni tezbazar qırmızı alayanıq kimi olmasın. Ona görə tavanın xodunu çox verməmişəm. Qəşəng o üz bu üz qızardıram və qaba yerləşdirirəm. Əziz xanımlar, bir də onu sizin nəzərinizə çatdırım ki, burada yağını da çox az eləməmişəm. Yəni biraz yağı az olanda lavaşları o üz bu üz qızartsaq, elə bil ki, kənar tərəfləri ağ qalacaq da, bişməyəcək, ağ fason qalacaq. Ona görə bir damcı yağını artıq eləyirəm ki, kənar tərəfləri də qəşəng qızarsın. Bütün hamısını lavaşları qızardıram. Çox da gözəl, əla qəlyanaltılar hazır oldu. Həqiqətən də üzəri xırçıltılı, içərisi yumşaq. Ona xüsusi dad verir. O içindəki mayonez qatqısı var ki, hansı ki sarımsaqlı. Mükəmməl bir dadı var əziz xanımlar. İnanıram ki, siz də hazırlasanız çox bəyənəcəksiniz. Əgər bəyəndinizsə zəhmətə dəyər verərək bəyənmə düyməsinə toxunmağı unutmayın. Abunə deyilsinizsə abunə olun. İzlədiyiniz üçün təşəkkür edirəm. İnşallah yeni videolarla görüşənədək hələlik.